Sabirlə Seyid Əzim ikisi yolla gəlirmiş. Bunlara bir nəfər yaxınlaşıbdı. Belə bir çantalar olubdu. Çantada limon olubdu. 10 dənə limon olubdu. Demək, limonun ikisini çıxardır Seyidə verir, birini çıxardır Sabirə verir. Sabir bunu qeyd edibdi ya, öz qəzəlində də var. İkisini Seyid Əzim Şirvaniyə verir, birini Mirzə Ələkbər Sabirə verir. Seyidə deyir ki, bundan bu gördüyüm bu iş haqqında sizdən bir dənə beyt istəyirəm. Kim olubsa əhli hal olubdur. Seyid də baxır Sabirə, deyir ki, bu işə dair bir dənə beyt deyinən. İndi başqası olsaydı, nə bilim, deyərdi ki, biz salyanda gəzirdik, nə bilim, bir limon satan gətirdi bizə, nə bilim, 2 dənə limon verdi, nə bilim, ona bir dənə limon verdi, nə bərəkət versin Allah bunun limonuna. Belə-belədir, yəni bu bəsit bir şeydən başlayır, amma Sabir olubdur. Sabir deyir ki, xumsi şərabı Seyyidə saqi verib dedi. Xums yəni malın 5də birini, yəni 10 dənə limon varsa 10 dənə limonun 5də biri 2 dənə eləyir. Xumsi şərabı Seyyidə saqi verib dedi, Sabir fəqiridir, yetər ancaq zəkat ona. Zəkat isə fəqirlərə verir. Yəni bunu buradan aparıb xumsa zəkata çıxartmaq, yəni irfan, məna vermək elə ancaq Sabir işi.